Allah üçün sevimli 4 kəlmə var. Nədir? Subhanallah, velhamdülillah, və la ilahe illallah, vallahu ekber. Baxın, bu bir. Sonra nə buyurur? Peyğəmbərimiz sallallahu aleyhi və səlləm deyir ki, soruşdular ki, əyyül kələm afdal. Ən fəzilətli söz hansıdır? Dedi ki, məstafallah li mələikəti. Allah Teala mələkləri üçün seçdiyi. Subhanallah. Ona görə mələklər təsbih edirlər. Subhanə kəlməsi gəlir. Subhanə kəlməsini deyə bilər ki, bir insan Subhanə ümumi zikirdir. Bəli, ümumi zikirdir. Amma hədis açıqladı onu. Quran ayəsini. Necə açıqladı? Nə deməkdir o? Allah Teala deyir, mələklər üçün seçdiyi. Nədir? Subhanallah və bihamdi. Yəni mələklərin zikri nədir? Subhanallah və bihamdi. Ona görə bu həmçinin kim hansı zındıqlara rəddiyədir? Hədis inkarçılarına. Ona görə ki, altı buyur Quran-ı Kərimdə yüzsəb bütün kainat onun şanına təriflərdir. Nə deməkdir təsbih? Açıqla. Nə açıqlayır? Sünnə. Subhanallah və bihamdi. Və sonra buyurur Peyğəmbərimiz sallallahu əleyhi və səlləm. Baxın, deyir ki, Abu Zər dedi ki, "Ələ əxbiruka bi ahabbil kəlam min Allah?" Dedi ki, Peyğəmbərimiz sallallahu əleyhi və səlləm, Allah üçün ən sevimli kəlam söz barəsində xəbər verirmi? Dedim, bəli, ey Allah Resulü, xəbər ver. Dedi ki, Allah üçün ən sevimli kəlam nədir? Subhanallah və bihamdihi. La ilahe illallah. Baxın. Ona görə buyurur Peyğəmbərimiz sallallahu əleyhi və səlləm, kim 100 dəfə deyərsə, onun deyir günahları, yəni balaca günahlar, böyük günahlar üçün tövbə lazımdır. Dənizlərin köpükləri qədər olsa nədir? Onun günahları deyir, bağışlanar deyir. Həmçinin kim onu səhər 100 dəfə deyərsə, axşam 100 dəfə deyərsə, o gün onun etdiyi fəzilətli əməl kimi heç kimsə etməmişdir. Yəni hər şeyi keçir.